Bugün səhər İranın məhkəmə sistemi 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadənin edam edildiyini açıqlayıb. Bildirilib ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olunub. Azərbaycan Xarici İşlər Nazirliyi Cross Medianın sorğusuna cavab olaraq yayılan məlumatı təsdiqləyib. Xatırladaq ki, 2023-cü il yanvarın 27-sində baş verən hücumda səfirliyin mühafizə rəisi Orxan Əsgərov şəhid olmuş, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov yaralanmışdı. Hadisədən dərhal sonra səfirlik fəaliyyətini dayandırmış, əməkdaşlar və onların ailələri təxliyə olunmuşdu. Uzun fasilədən sonra 2024-cü ilin iyulunda Azərbaycanın Tehrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Qeyd edək ki, 2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Orxan Əsgərov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunub. Hücum zamanı xəsarət alan səfirlik əməkdaşlarından Vasif Tağıyev 1-ci dərəcəli rəşadət ordeni ilə, Mahir İmanov isə Vətən uğrunda medalı ilə təltif edilib.